Testlərin izahının davamına başlayırıq. 15-ci testə baxırıq. 15-ci test. Test 15-ə baxın, burada. Okay. All the streets. Street sistemdədir. Yesterday təkdədir. Və bizə keçmiş zamanda street sistemdədir. Yesterday keçmişdədir. Demək bizə keçmiş zamanda cəm olan bir feil lazımdır. O da A variantındadır. Doğru cavabımız A variantı. All the streets were full of people yesterday. Bütün küçə dünən insanlarla doluydu. Bütün küçələr. 16-cı testə baxaq. Okay. In winter, qışda tez qaranlıqlaşır demək istəyəndə, burada görürük ki, bir zaman göstəricimiz yoxdur, amma ümumi bir məfhumdan danışır, ümumi bir məlumatdan danışır. Ona görə present simple qoymaq lazımdır. Qışda hava tez qaranlıqlaşır ya da qışda qar yağır, yayda yağış yağır. Bunlar present simple ilə göstərilir bu hərəkət. Present simple D variantındadır. 16 oldu D variantı. 17-ci testə baxırıq. She boşluq English at school. O məktəbdə ingilis dili dərsi demək istəyiblər var. Yəni ki, bu görürük ki, bu zamanda bu feildə də zaman göstəricisi olmadığından biz bura present simple qoymaq məcburiyyətindəyik. O məktəbdə ingilis dili dərsi deyil. Ümumi bir şeydən danışırıq. Ona görə də E variantı doğru olacaq. 18-ci testə baxırıq. Ago keçmiş zamandadır. Bura diqqət edin. Ago keçmiş zamandadır. The accident isimdir. Qəza deməkdir. Demək, biz qəza bir neçə gün öncə baş verdi deyəndə take place feili var. Take place'in take'in keçmiş zamanı took'dur. Took place olacaq. Ago olanda biz past simple işlədirik. Gedirik 19-cu testə baxaq. 19-cu qaldıraq. Gəlik 19-cu testə baxaq. Demək, burada görürük yenə zaman göstəricimiz yoxdur. O zaman present simple-ı qoysaq daha yaxşı olar. Bu göldə balıq yoxdur. Balıq sözü bildik ki, göldə olan balıqlardan söhbət etsə, balıq həm tək, həm də cəm ola bilir. Demək, bu göldə balıq yoxdur, yəni bu göldə balıqlar yoxdur. Balıq sözü burada cəm olduğundan there are no fish in this lake. Doğru cavabımız A variantı olacaq. Yəni, bu göldə balıqlar yoxdur demək istəyirlər. Are not ola bilməz, Y variantında, çünki bir cümlədə iki inkar olmaz. Burada da not var, orada da no var. Ona görə Y getdi. Qalanları isə iki zaman göstəriciləri deyil. Is də təklə olmaz, həm də inkarla olmaz. Isn't. Getdi 20-ci testə bax. Lot of accidents, çoxlu qəzalar deməkdir. Cəmdədir. Every year, hər il. Burada da göstəricimiz yoxdur, amma every year təkrarlandığını göstərir bu hərəkətin. Deməli, indiki zaman qoya bilərik present simple. Amma cəm olmaq şərtilə, çünki accident cəmdədir. There are a lot of accidents in this street every year. E variantımız doğru cavabdır. İşte 21'ə. Bizdən başlayaq, 15-dən başlayaq. 21'ə baxaq. A lot of people cəmdədir. At the seaside. Demək, dəniz kənarında. Burada da bir göstəricimiz olmadığından B variantını götürə bilərik. Amma a lot of people həm cəmdədir, is təkdədir A variantında, was təkdədir C variantında, is təkdədir, was təkdədir. People cəmdə olduğunca həm ona görə götürürük are, həm də göstərici olmadığında present simple qoyuruq. Ona görə də B variantı doğrudur. Are, yəni cəm, are. There are a lot of people at the seaside. Dəniz kənarında çoxlu insanlar vardır. Choose the correct variant, doğru variantı seçin. There are a lot of experiments. Çoxlu eksperimentlər hansı ki biz eləməliyik.
bizim eləməli olduğumuz çoxlu eksperimentlər ya vardır, ya da olacaqdır. A lot of experiment cəm olduğundan was-u çıxıram, is-i çıxıram, was-u çıxıram. Will-in yanında bir feili olması lazımdır ki, onun mənası olsun. Yəni, will özü bir məna bildirmir. Yanında bir feil olanda, tüksüz məsdər qoyulanda o bir məna verir. E variantını götürəcək. There will be a lot of experiment that we shall have to do. Çoxlu eksperimentlər olacaq, hansı ki biz eləməli olacağıq. İşte 23-cü testdə did qarşılaşdığında biz bu boşluğa tüksüz məsdər qoymalıyıq. O zaman B variantı. Tüksüz məsdər bir B variantıdır. Qalan hallarda heç birində tüksüz məsdər yoxdur. Heç qarışdırmağa gərək yoxdur. Yəni bir did önə keçəndə biz onun içəridə tüksüz məsdər işlədirik. Ona görə də B variantı doğrudur. Did you, yenə go, yenə tüksüz məsdər işlətdik. D variantı. Keçək 25-ə baxaq. Once a month ayda bir deməkdir. Ayda bir hansı zaman göstəricisidir? Present simple göstəricisidir. Buna görə present simple A variantını götürə bilərik. She writes a dictation once a month. O ayda bir inşa yazır. Present simple təkrarlanan bir hərəkət olduğundan. 26-ya baxırıq. Once a week yenə həftədə bir deməkdir. Yenə present simple götürür, yenə writes. He writes a letter to his parents once a week. O valideynlərinə həftədə bir məktub yazır. Baxırıq. What are you doing here? Bu ingiliscəsində də bütün dillərdə olduğu kimi hansı zamanda sual veririksə, o zamanda cavab verməliyik. Ona görə də what are you doing present continuous olduğuna görə present continuous'da cavab veririk. I am waiting. Present continuous'da sual verdiyinə görə present continuous'da da cavab veririk. Devam edək. Choose the correct tense form. Yesterday past keçmiş zamandır. O zaman keçmiş zaman past simple'ı götürəcəyik. The train slowly came into the station. O zaman qatar yavaş-yavaş vağzala gəldi deyəcəyik. Past simple'da götürəcəyik. 29'a baxaq. The sun every day'dir. Ümumi bir məfhumu bildirir. Present simple işlədə bilərik. The sun sets west every day. Bilirik ki, ümumi və təkrarlanan hərəkətləri biz present simple ilə göstəririk. Burada da oldu doğru cavab D variantı.